Yeni bir mənzildə hamınıza salamlayıram. Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində yeni tikili binada 6-cı mərtəbədə, 17 mərtəbəli binanın 6-cı mərtəbəsində qanuni bir otaqdan 2 otağa düzəlmə, 70 kvadrat ölçülü, kubçalı, yeni təmir olmuş, təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə çəkib təqdim edirəm. Burada mənzilimizin giriş hissəsi yerləşir, geniş bir giriş dəhliz hissəsi var. Döşəmədə qranit mərmər və istipoldan istifadə olunub. Baxın, belə bir geniş dəhliz hissə var. Sol tərəfdə qardırob yığmaq üçün ayrılmış zolaq hissə, tam qarşımızda isə mənzilin geniş ölçüdə bir qonaq otağı yerləşir. Kifayət qədər geniş sahəyə malikdir, orta mənzildir, uqlavoy düşmür, qarşısı açıq gün düşən bir mənzildir. Yenidən qayıdacağım qonaq otağına, sağdan sizə mənzili göstərim. Burada mənzilin sanitar qovşağı yerləşib, aksesuarlar da ev sahibi tərəfindən tam şəkildə yerləşdirilib, təhvil veriləcək. Döşəmədə qranit mərmər və istipoldan istifadə olunur. Kifayət qədər genişdir hamam tualeti. Burada mənzilin mətbəx hissəsi yerləşir. Baxın, qanuni mətbəx hissəmiz burada olub. Yəni böyük bir mətbəx hissə olub. Mətbəx bu hissəyə gətirilərək 2 otağa düzəlib, geniş bir proyektdə bir otaq olub. Baxın, belə bir mətbəx hissəmiz də yığılıb. Baxın, hazır vəziyyətə gətirilib, aksesuarlar da alınıb, quraşdırılıb, tam şəkildə alıcıya təhvil veriləcəkdir. Burada yataq otağımız yerləşir. Mənzili gələcəkdə istəsəniz hətta 3 otağa da rahat düzəldə bilərsiniz. Dəyərli izləyicilərimiz, cənub istiqamətinə baxır, gün düşən mənzildir. Belə bir gözəl, geniş yataq otağı mövcuddur. Yataq otağına həm koridor, mətbəx hissədən, həm də qonaq otağından daxil ola bilirsiniz. Burada böyük bir eyvan hissə yerləşdirilib, yığılmış orada şkaflar və kombi, qaz sağacı burada yerləşdir. İstəsəniz buranı yay mətbəxi də edə bilərsiniz, əziz izləyicilərimiz. Yəni yay mətbəxi edə bilər, burada su falan hər bir şəraitdə mövcuddur. Baxış istiqamətdə Xocasan Gölü istiqamətindədir. Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobuslar burada dayanır. Daxil olmaq mənzilə, dəyərli izləyicilərimiz, mənzilimiz gördüyünüz kimi 70 kvadrat ölçüdədir, qanuni bir otaqdır, 2 otağa düzəlib, sənəd kubçadır, qeydiyyatda heç kim yoxdur, təzə təmirdir, təmirdən sonra yaşayış olmuyor. Qonaq otağında, baxın bir daha sizləri göstərirəm, çox geniş, çox böyük, kifayət qədər ərazisi olan bir qonaq otağı mövcuddur. Qiymət aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq, real alıcıya endirim olunacaq. Mənzil haqqında bu qədər, növbəti çəkilişdə görüşənədək.